勝負に入ってもらうぞ。リレーの時助っ人で新記録出しちゃったし。暑いからパス。The final destination of this train is Expo 2020. The next station is Emirates Towers. Salam, sabahınız xeyirli olsun. Deməli, biz bu günləri bizim gəzintimiz gələcəyin muzeyi. Bu günləri 3 gündür Dubaydayıq. Gəlmişik gələcəyin muzeyini gəzməyə. Bir də görək, baxaq görək nətərdir gələcəyin muzeyi. Bunlar da mənim kimi. Mənim gündüdür bunlar. Çəkillər. Metrodan çıxandan sonra belə xeyli boy gəlsən. Gəldik sağ. Metronun çıxışından öyle gəldik gelirik. Gedək görək nətərdir. Budda. Rəngi dəyişir hə. Böyle güzel girişi var. Çok dəhşətli, çok möcüzədir, həqiqətən ləzzət edir. Çox maraqlıdır. Arxa hissəni göstərirəm indi. Burada növbə həddindən artıq çox olur. Açıl susam, açıl. Açıldı. Burada növbə o qədər olur ki, bəri başdan növbə götürməlisiniz. Burası buranın həyətidir. Birisini tanış edeyim sizə. İşıqlar özünə dəyişir, rəhbərə gedir. Həsən bəy, nətərdir? Xoşun gəlir? Harada? Gələcəyin muzeyi. Gedək bizim növbəmizi götürək. Yoxsa növbə burada çox olur. Baxmışıq. Növbə o qədər olur ki, yəni yer olmur da. Həddindən artıq adamlar çox olur. Oradan bilet alır. Baxın oradan bilet alır. Buradan isə növbəyə dururuq və qaldırıq hamı kimi yuxarı. Gələcəyin muzeyi adlanır. Pilləkən də bu cürdür. Bu qaydada düşürük. Əslində biz buradan gəldik. Bax görsünüz bu metrodan düşdük. Bax burayla belə içəri ilə gəldik, girdik içəri və buradan çıxdıq. Yəni belə çəkmək istəyirəm ki, çöldən çəkib göstərmək istəyirəm ki, bax bu hissəsi xüsusən gözəlliyi var. Əladır. Həqiqətən gözəldir. Əla. Biz bilet alırıq. Bilet alaq, daxil olaq, girək içəri. Görək içəridə bizi nələr qarşılayır içəridə. Girişi buradandır belə. Evet, geniş qapısı var. Əsas giriş buradandır. Giriş buradan olduğu için dedim sizə daha yaxın göstərim. Burada da gələcəyin robotudur. Sonra
Deməli bileti öyrəndik, maraqlandıq. Bilet çox baha. Yəni buradan qalxıb ora çəkiş eləmək üçün, gələcəm muzeyin çəkmək üçün adam başına 417 manat pul ödəməlisən. Mən də edirəm, az pul deyil. Belə baxıb görsək bəs eləyər. Düzdür, getdiyimiz yerlər də var, pul xərclədiyimiz yerlər də var. Amma 417 manat bura verməyimizə dəyməz. Burada pilləkləndi, biz gələndə buradan gəldik. Burada uçan quşdur, göylərdə uçan quşdur. Tutmaq lazım. Ötə düzəltləri. Çox maraqlıdır. Böyründə bir trenatorları var. Drone kimi çızdırlar. Başa düşüyor, görüşün qənətlərini. Burada belə bir möhtəşəm görüntü var. Çox ləzzət edirdi ha, belə adam gözünlə baxanda ayrı gözəlliyi var. Həqiqətən palmaların da özünün yeri var, xüsusi gözəlliyi var. Burada da yenə Burç Xəlifədə olduğu kimi musiqili fontandır, Batumda olan kimi, Rusiyada olan kimi. İçində gəlsən, yəni dərin deyil də, davanlıq deyirlər buna. Bilirsən, fontan sıxır, ıslanırsan, çimirsən. Özünün içində mağazası var. Amma bahadır da, hər şey çox bahadır. Yəni adi bir şeylər 100 dirhəm, 150 dirhəm. Muzeylərə özəl. Bu da buranın benzidir. Bunun haqqında kitablardır. Bu da lamuşkalar, zatlar, naçiniklər. Yəni satışdadır bu hamısı. Seçirsən, deyirsən, ödənişini verirlər. Mən istəyirdim ki, bunun çəkilişinin mənası odur ki, açıklaması odur ki, yəni mən gördüyümü istəyirəm siz də görəsiniz. Gəlib, qismət olsun inşallah siz də gəlib, öz gözlərinizlə görün. Çox maraqlıdır, ləzzətli. Köhnə bir tablosu bu, məsəl yəni. Baxın, içində. Sumkalardır, bu planetdir. Yəqin ki, bu da Mars'dır. Buranın adı Gələcəyin Muzeyi deyə, ona görə belə bir şeylər qoyuyor. Uşaqlar üçün yemək qabları, zatları. Su içmək üçün. Sırkası, nədir bu? Çorabı. Bu nə güzeldir, nə maraqlı şeylərdir. Stəkanın içindeydi, su sayesinde içinde bulabilir. Çok maraqlıdır, həqiqətən. Yaxşı ki gəlmişik.
Deməli, kofe istəyirsən, gələcəyin muzeyi adını ona görə qoyublar ki, kofe istəyirsənsə, burada zakaz verirsən, kofenin sahibi bu hazırlayır. Ay səni, böyle ne var acaba? Option bu belə, sonra dediğim kimi şıklardır, rengarenk şıklardır. Burada KFC kimi, McDonald's kimi yerdir. Çok maraqlıdır, həqiqətən də seviyorum. Burada da xüsusi avadanlıqdır. Parfum hazırlayır. Zakaz verirsən, parfum hazırlayır, sənə verir. Sənin üçün hazırlayır. Daha doğrusu bir kodla eləyirsən, ödənişini ödəyirsən, hansını istəyirsən, seçirsən, onun vasitəsindən zakaz verirsən, sənin üçün hazırlayıb verir. Zəka, tezliklə bundan həll elə bax, gəl. Onu da buradan idare edeyen bu kala kızıdır. Ayağıyla, ayağıyla. Bu, belə deyim də, gələcəyin əskərləridir. İndidən önce ifadə edirlər. Yeah, you could be the greatest, you could be the best, you could be the King Kong banging on your chest.